Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə Uğurun ad günü vloqunu paylaşacağım. Uğur bu il 11 yaşını tamamladı, keçdi 12 yaşına. Düzdür, yəni biz anayıq, hər şeyi dünənki kimi xatırlayırıq. Adam düşünəndə ki, yəni birdən-birə uşaq gəlib artıq 1 yaş, 3 yaş deyil, 11 yaşı qeyd edirsən, adama biraz qəribə gəlir, özün qocaldığını hiss eləyirsən, amma təbii ki, bunlar hamısı bizim üçün xoş şeylərdir. Uğurun ad günü əslində 18 iyundur, 2015-ci ildə anadan olub. Həftə içinə düşdüyü üçün həftə içi 4-cü günə təsadüf etmişdi. Biz həftə içi heç nə edə bilmədik. Çünki yəni özümüz işdə oluruq, onsuz da gəlib iştirak eləmək istəyənlər də işdə gücdə olurlar. Ona görə də heç nə eləmədik. Yüngülvari nənəsi aş bişirmişdi. Bir də balaca bir tort almışdım işdən gələndə. Uğur onu üfürdü. O da oldu. Yəni ki, rəsmi ad günüdür də, yəni ad günündə rəsmi belə qeyd eləmiş olduq. Amma yəni atası söz vermişdi, demişdi ki, sonra növbəti həftələr, həftə sonu yığışarıq, bir yerdə qeyd eləyərik. Yığışdıq, ad günümüzü qeyd elədik. Uşaqları da belə qəşəng geyindirib, bəzəndirib, düzəndirib gətirmişdim. Xəzri istirahət mərkəzində yığışmışdıq qızlar. Yəni ən yaxınlar idi da. Uğurun bibisi, ailəsi, dayısı, ailəsi, əmisi, ailəsi ilə bir yerdə, bir də xalası ailəsi ilə bir yerdə vəssalam. Yəni ki, kənara çıxmamışdıq. Elə öz aramızda, bir də qonşumun 2 uşağı, Cəmilə və İrfanı özümüzlə götürmüşdük. Onlar da sağ olsunlar, həmişə uşaqların ad gününü qeyd eləyəndə Uğuru mehrinə aparırlar. Mən də onun uşaqlarını götürdüm, gəldim. Biraz da tez gəldik qızlar. Çox da elə axşama saxlamadıq. 5-ə qalmış falan artıq məkandaydıq. Yoldaşım elə restoranı da həmin günü danışmışdı. Biraz əslində çox da planlı bir şey olmadı da, spontan olan bir şeylər oldu. Elə yüngülvari menyuya baxdıq. Əslində birinci başqa bir restoran danışmağa gedirdi yoldaşım. Bilmirəm, sonra yolda nəsə belə fikrindən dönüb, sırf mənzərəsinə görə demişdi ki, Xəzriyə gedək. Bilgəh tərəfdə yerləşir. Dəniz sahilindədir. Əslində bura Daxili İşlər Nazirliyinin istirahət zonasıdır qızlar. Yəni mənim yoldaşım da o nazirliyin əməkdaşıdır. Düzdür, yəni ki, belə istirahət eləyəndə falan onda güzəştlər tətbiq olunur, amma gedib sadəcə olaraq restoranda bu şəkildə nəsə qeyd eləyəndə, nə bilim, oturub yemək yeyəndə, çay içəndə təbii ki, güzəştlər tətbiq olunmur. Ancaq qalıb orada məsəl üçün 5 gün, 10 gün istirahət eləsək, bəli, onda yəni onlara biraz belə deyim, endirimli qiymətlərlə yəni istifadə etmək olur da. Məkanı çox bəyəndim, çox xoşuma gəldi. Əslində 2020-ci ildə biz burada olmuşduq. Bir dəfə qaynanamın ad gününü qeyd eləyəndə, onda Mehrin hələ 5-6 aylıq idi qucağımda. Ta o vaxtdan bəyənmişdim buranı, amma o vaxtdan bu vaxta da çox dəyişikliklər eləyiblər. Plyajı ümumiyyətlə xoşuma gəldi qızlar, çox səliqəli, səhmanlı. Yəni ümumiyyətlə yəni giriş var. Fərqi yoxdur, Daxili İşlər Nazirliyinin əməkdaşı olmaya da bilərsiniz. Yəni əməkdaşın ailəsi olmaya da bilərsiniz, amma restoranından, plyajından istifadə etmək olar. Səhv eləmirəmsə girişi də deyəsən 20 manatdır. Amma polislərə güzəşt var. Yəni təkcə gəlib çimərliyindən də istifadə eləsələr, onlara müəyyən faizlə güzəşt var. Belə lejankaları var idi, zontikləri var idi, sonra qabaqda yelləncəyi var idi. Düzdür, belə hava çox küləkli idi, dəhşət küləkli idi. Dənizin sahilində də ümumiyyətlə küləkli idi, yəni torpağa falan çıxılası deyil idi. Onsuz da uşaqlar da basanuşka falan giyinmişdilər, yəni çıxa bilməzdilər. Amma ən azından yaxşı bir dəniz havası aldıq. Uşaqlar sonra yuxarı qalxdılar, parkda oynadılar. Yaxşı şəraiti var, yəni parkı falan hamısı qəşəngdir, qəşəng şəraiti var. Özdə yəni ki, hiss olunur ki, yaxşı baxılır da. Yəni bu attraksiyonların falan hamısının rəngi zadı yerində idi. İndi yəqin ki, hər il yenisini qoymazlar, amma ən azından məsəl üçün rənglənir, təzələnir, istər-istəməz göz oxşuyur bunlarda. Məkan olaraq yəni super idi. Yeməkləri super idi. Düzdür, yəni belə süfrəni çox elə çəkmək istəmədim, çəkmədim qızlar.
Yəni çox da belə etik hesab etmədim. Amma belə ümumi də, yəni ki, kabab menyusu falan belə götürmüşdük. Yay salatları götürmüşdük. Mayonezli salatlar seçməmişdim. Bir dənə uşaqlara Sezar falan belə şeylər götürmüşdük. Çox qəşəng kartuşka qızartması gətirmişdilər. Heç deyirəm evdə elə qızartsaq xoşumuza gəlməz də. Yəni biz fri tərzində yox, qızartma tərzində götürdük. Abıçını evdə necə qızardırıq, o cürünü götürdük. Amma çox dadlı eləmişdilər. Uşaqlar da doyunca yedilər, əyləndilər. Yəni kabinet idi. Ümumi bir salon götürməmişdik. Yəni salonda stol götürməmişdik. Kabinet götürmüşdük ki, rahat olaq. Uşaqlar da nə bilim tortunu üfürdülər, elədilər. Uğur şar, tema, heç bir şey istəmədi bu il. Dedi ki, ana heç nə istəmirəm, əziyyət çəkməm. Nə şar istəyirəm, nə də ki temaya uyğun bir tort istəyirəm. Elə adi bir şey olsun, bəsdir. Biz də yolda gedəndə Ləziz Şirniyyat evindən qaymaqlı meyvəli tort almışdım. Elə ondan yəni qeyd elədik. Qəşəng samovar çayı gətirdilər qızlar. Samovar o qədər maraqlı samovar idi. Közünü elə öz içinə atmışlar. Aşağı hissəsində bir yer var idi. Deyə bu hissədə. Elə közü orada atmışdılar. Daimi elə bir ki, yəni qaynayırdı da, isti qalırdı. Nəsə, Uğurun ad gününü belə qeyd elədik. Axşama qədər oturduq, qəşəng dənizin səsinə qulaq asdıq, dəniz havası aldıq, söhbətləşdik. Günümüz xoş keçdi. Əsas odur ki, qab-qaşıq yumaqdan canımız qurtardı. Yəni ki, evdə qaçaqov, ora-bura, yəni ki, yayda ümumiyyətlə, yəni çətindir də. İnşallah Allah həmişə qismət eləsin ki, belə ad günlərini ürəyimiz istəyən kimi qeyd eləyək. Yüngülvari bu formada da Uğurun ad gününü qeyd eləmiş olduq. Əsas odur ki, hamımız bir yerdə olduq qızlar. Yəni məkanda olarkən hiss elədim ki, çoxdan idi ki, buna ehtiyacım var imiş, amma mən bunu bilməmişəm. Çünki o qədər başımız işə gücə qarışır ki, yaxşı ki bu bayram günləri var, yaxşı ki ad günlər, şad günlər var ki, ən azından belə vaxtda təki həmişə də şad günlərdə yığışaq, qohum əqrəbə bir araya gələ bilirik. Belə qızlar, axşamı başa vurduq. Məkana getmək üçün də parkinq uzaqdadır. İçəri maşın buraxmırlar. Xüsusi raflarla gedib gəlmək lazımdır. Gələndə də rafla gəlmişdik. İndi də elə eyni rafla özü yuxarı maşınımıza doğru qalxırdıq. Sonra da evdə gedib Uğurun hədiyyələrini açacağıq. Yəni ki, bayaq onu deyirdim qızlar, həqiqətən də yəni insan ara-sıra belə şeylərə çox ehtiyac duyur. Adi məsəl üçün gedib bir restoranda oturub kofe içmək belə adama nə qədər xoş təsir bağışlayır. İşdən başımız o qədər şey olur ki, qarışıq olur ki, amma ara-sıra bunları etmək lazımdır. Evə gəldik, çıxdıq qızlar, Uğurun hədiyyələrini göstərim. Bu eynəyi mən Uğura hədiyyə almışam. Çoxdan idi eynək istəyirdi. Yaxşı bir şey tapa bilmirdim. Axırki ad gününə yaxın tapdım. Bunu qonşumuz almışdı. Onlar həmişə adəti üzrə 2 dənə hədiyyə alırlar. 2 uşaq gəlir, elə bir ki ad gününə. İkisi də hərəsi öz adlarından hədiyyə alırlar. Bunu bilmədim indi İrfan alıb yoxsa Cəmilə alıb, amma köpük çıxardan tapançadır. Bu ayaqqabını isə əmisi sağ olsun sifariş vermişdi. Adidas markasıdır. Düzdür, ayağına çox böyükdür. Düşünün ki, mənim ayağıma oldu. Bəlkə də elə özüm götürdüm, geyindim, bilmək olmaz. Amma hələ ki saxlayacağam. Çünki oğlan uşağıdır. Bilirsiniz ki, ümumiyyətlə yəni 6-cı sinifə keçir. Yəni birdən-birə də böyümə baş verə bilər. İnşallah ki, basketbola falan da qoyacağam. Ümidim var ki, basketbola gedəndə boyu falan da artar Uğurun. Yəni hələ ki saxlayaram. Onsuz da bir dənə də başqa bir ayaqqabısı var. Yəni böyükdür deyə hələ geyinə bilmir. Bu da böyükdür, olsun. Əsas odur düşünüblər, sağ olsunlar, alıblar. Uğurun da əslində sevdiyi, yəni markadır. Həmişə istəyirdi ki, Adidas ayaqqabı alaq ona. Sağ olsun əmsi alıbdı. İndi ölçüsü biraz böyükdür, amma ona da qorxusu yoxdur. Bu mafiya oyununu isə yenə deyirəm, ya Cəmil alıb, ya İrfan alıb. Hansının hədiyyəsidir bilmirəm. Yəni qonşumun uşaqları gətirmişdi. Bu mafiya oyununu mən özüm də sevirəm. Düzdür, çox adam lazımdır. Oynanması üçün çox adam lazımdır. Belə eynəkləri də var. Mən bu eynək formasını ilk dəfədir görürəm. Bilmirdim. Sonra kartları var. Eynək yəqin ki gözləri yummaq məsələsi yox, sadəcə olaraq eynəklə, yəni örtürlər də. Bu isə kartlardır.
Yəqin ki, kartı çəkirsən, necə ki biz öz aramızda oynayanda vərəqə yazıb qoyurduq. Burada amma kartlardır. Kartlar da kifayət qədər çoxdur. Hələ ki açıb belə tam baxmamışam, incələməmişəm. Çünki evə gəldik. Səhərsi günü də Uğurun artıq ingilis dilindən hazırlığı var idi. Ona hazırlaşdıq, elədik. Ona görə də elə ümumi çəkdim tez bazar ki, sizə göstərmək üçün. Belə qızlar, bu günlük də bu qədər. Bu da Uğurun ad günü. Bu da Uğurun hədiyyələri.